Qaf surəsinin 16-cı ayəsi ilə başladım. Uca Rəbbimiz buyurur: "Və nəhnu aqrabu ileyhi min hablil varid." Ya Peyğəmbər, insanlara söylə ki, biz insana şah damarından da yaxınıq. Əslində, bu ayə insanın unudulmuş bir həqiqətini xatırladır. Bizim hər birimizin içində bir səs var. Biz nə böyüyəndə susar, nə qocalanda, yəni bir sözlə hansı yaş dövrümüzdə olsaq belə, içimizdə olan o səs əslində insanı özünə çağıran ilahi bir xatırlatmadır, ilahi bir xəbərdarlıqdır. Əslində qulağımızda hər zaman belə bir bizi uşaqlıq illərinə, uşaqlıq xatirələrinə aparan bir səs var. Bəzən insan görürsən ki, insanlar içərisində tək qalır. Hamı varkən heç kim yox kimi özü hiss edirsən.